Salam, hər vaxtınız xeyir olsun. Dəyərli Vikomi partnyorları, hər birinizi salamlayıram. Və bu gün də sizə Vikomi şirkətinin gözəl, daim yeniliklərlə dolu olan, dünyada ilkləri yaradan bu şirkətin dünyada ilk olan Vcoins Premium'dan kəşfiyyat qazana biləcəyimiz bir platforması haqqında, yəni Vpoint platforması haqqında bəhs edəcəm. Vpoint platforması kiçik və orta əsnaflara, yəni kiçik və orta biznes sahiblərinə dəstək layihəsidir ki, böyük şəbəkə marketləri, şəbəkə aptekləri, şəbəkə dükanları özlərinin bonus sistemini yaradırlar ki, bonus kartları verirlər insanlara. Alışveriş edirsən, bir müddət orada alışverişindən yığılan sizə gələn kəşbəkləri bir müddət sonra pul kimi orada istifadə edə bilirsiniz. Bizim şirkət də bunu kriptovalyuta ilə edib ki, bizim şirkətlə müqavilə bağlayan kiçik və orta əsnaflara 50.000 müştəri bazası təklif edirik. Həmən müştəri bazası bizim bu platforma sayəsində həmən dükanları görür. Baxın, burada bir sıra prob üçün qoyulan dükanlar var. Nəzərinizə çatdırın ki, Gürcüstanda bu aktivdir, amma Azərbaycanda bir müddət sonra aktivləşəcək bu. Və deyəlim ki, Gürcüstandakı dekor dükanına baxaq. Dekor dükanı Vikomi üzvlərinə 10% indirim verir. Və burada iş saatlarını görə bilərsiniz, açılış, bağlanış, dükanın açılış, bağlanış saatlarını görə bilərsiniz. Məkan məlumatlarını, konumunu yəni görə bilərsiniz və hesablarını görə bilərsiniz. Burada siz yorum da yaza bilirsiniz. Burada like işarəsinə bastığınızda həmən dükanı önə çıxarda bilərsiniz ki, yeni ürünlər paylaşdığında siz onu rahatçılıqla görə bilərsiniz. Burada kateqoriyalar bölümü var ki, sizə lazım olan hansı kateqoriyadırsa, qida dükanları, geyim dükanları, mebel dükanları, təsərrüfat avadanlıqları, oyuncaqlar, apteklər, məişət avadanlıqları, fərqi yoxdur, elektronika, hansını istəyirsinizsə seçərək oradakı dükanlarla tanış ola bilərsiniz. Və bir şeyi nəzərinizdə çatdırım ki, proqram o qədər gözəl düzəldilib ki, bizə burada yaxında olan, bax görürsünüz, bax burada 7,45 kilometr bizə yaxın olan dükanları önə çıxardır bu platforma. Bura pul hissəsidir ki, insanlar oradan alışveriş elədiklərində balanslarına Vcoins Premium kəşfiyyat qayıdır və bunu görə bilərlər. Kəşfiyyat nəzərinizə çatdırım ki, 14 gün ərzində gözləmədə qalır. 14 gündən sonra isə əgər qaytarılma yoxdursa, o kəşfiyyat Vcoins Premiumla balansınızda oturur. Bir müddət sonra yığılan balansınızdakı coinləri həmən dükanlarda pul kimi istifadə edə bilirsiniz və yaxud da anlaşmalı birjalarda atıb pula çevirə bilərsiniz. Burada öz müştərilərinizi görə bilərsiniz ki, müştəriləriniz kimlərdir? Mən indi onları göstərməyəcəm, nömrələr falan var deyə. Müştərilərinizi görə bilərsiniz burada, nə qədər müştəriniz var, kimlərdir, onlar haqqında görə bilərsiniz. Bu müştərilər bizə nə qazandıracaq? Deməli, sistem o qədər gözəl dizayn olunub, həm də gözəl düşünülüb ki, bizim bu proqramı yükləməyimiz pulsuzdur və bu proqramı ətrafımızdakı insanlara bu buton vasitəsilə paylaşım paylaşdığımızda, onlar da qeydiyyatdan keçdiklərində, onların dükanlardan, müqavilə bağlanılan dükanlardan etdiyi bütün alışverişlərdən müəyyən qədər komisyon qazana bilirik, kəşfiyyat qazana bilirik və siz təsəvvür edin, yüzlərlə, minlərlə, 10 minlərlə insanın elədiyi bütün alışverişlərdən siz kəşfiyyat qazansaz nə qədər gəlir əldə edə bilərsiniz aylıq olaraq. Çünki insanlar onsuz da qazançlarını müəyyən yerlərdə xərcləyirlər. Gözəllik salonlarında, hər hansısa dekor dükanlarında, qida sahəsində, aptek sahəsində fərqi yoxdur. İnsanlar pullarını xərcləyirlər və onlar pul xərclədikcə, xərclənilən puldan siz kəşfiyyat qazanırsınız. Çox möhtəşəm bir layihədir. Və nəzərinizə çatdırım ki, bizim lotereyamız mövcuddur ki, şirkət gözəl bir lotereya kuponları paylayır insanlara və bir şərt var. Sadəcə olaraq özünüz tam olaraq buradan qeydiyyatdan keçirsiniz. Tam qeydiyyatdan keçmək nə deməkdir? Bax, burada istinad məlumat, burada ümumi məlumatlar var ki, siz bu məlumatlardan tam olaraq özünüzü qeydiyyatdan keçməyini tam təsdiq eləməlisiniz. Yəni sizin adınız, soyadınız, telefon nömrəniz, gmailiniz hamısı burada tam olaraq təsdiqlənməlidir. Təsdiqləndikdən sonra isə siz bu linkinizi bir nəfər dostunuza göndərməlisiniz. Həmən dostunuz tam olaraq qeydiyyatdan keçdikdən sonra, yəni o da bütün məlumatlarını təsdiq elədikdən sonra artıq siz kupon qazanmış olursunuz. Və burada dil seçimi edə bilərsiniz. Baxın, burada dil seçimi edə bilərsiniz. Azərbaycan dili, rus dili, ingilis dili, gürcü dili dəyişə bilərsiniz dilləri. Və ödənişlər necə olur? Emon vasitəsilə necə ödəniş olunursa, burada da o cür ödənişlər olunacaq. Yəni siz gedib
belə deyim, bir yerdən alış-veriş elədiyinizdə cashback-ınızı geri qaytarmaq istəyirsinizsə, həmən dükandan deyəlim 100 manatlıq alış-veriş eləmisiniz və ya 100 dollarlıq alış-veriş eləmisiniz. Elədiyiniz alış-veriş olunan dükanda bir QR kod qoyulmuş olacaq. Həmən bax bu butondan siz o QR kod vasitəsilə o QR kodu oxudacaqsınız və elədiyiniz alış-verişin miqdarını yazacaqsınız. Həmən dükan sahibi də olunan alış-verişin miqdarını təsdiqlədikdən sonra sizin balansınızda olunan alış-verişin, misal deyəlim, mən getmişəm dekor dükanına, buradan 100 dollarlıq dekor alıram və bu zaman 100 dolların 10%, 10 dollar mənim balansıma Bitcoin Premium olaraq gəlir. Nəzərinizə çatdırıram ki, 14 gün ərzində balansa tam oturmur. 14 gün ərzində ƏDV geri al çeklərindəki kimi gözləmədə qalır, çünki qaytarılma mümkün ola bilər. Qaytarılma mümkün olmadısa 14 gündən sonra avtomatik coinləriniz balansınıza oturur və anlaşmalı dükanlarda siz satış edib pulunuzu çıxarda bilərsiniz. İndi bu layihənin bizə xeyri nədir? Ondan bəhs edeyim sizə. Bu layihə, təsəvvür edin ki, Azərbaycanda, Gürcüstanda, Rusiyada, Qazaxıstanda, Türkiyədə on minlərlə dükanla müqavilə bağlanacaq və siz təsəvvür edin ki, dükanlar müqavilə bağlamaq üçün, yəni bu boyda bonus sistemini əldə etmək üçün ki, 50 min müştəri bazasında öz məhsullarını reklam edə biləcəklər, öz konumlarına qədər, iş vaxtlarına qədər əlavə edə biləcəklər, öz məhsullarını burada göstərə biləcəklər status formasında. Bax, burada necə ki görürsünüz, orada həmən dükanların reklamları gedəcək və bunun müqabilində nə etməlidirlər? Yalnız 50 dollarlıq birjadan girib Bitcoin Premium almalılar ki, bizim yönləndirdiğimiz müştərilərə cashback qaytara bilsinlər Bitcoin Premiumdan və onların aldığı məbləğlər də balanslarında coin kimi yox, yəni dükanların balanslarında coin kimi yox, onların panellərində pul kimi. Əgər Azərbaycandadırlarsa manat kimi, 85 manat deyəlim 50 dollar alırlarsa, Gürcüstandadsa lari kimi, Rusiyadadsa rubl kimi, Türkiyədədirsə lira kimi görsənəcək və qiymət düşüb qalxmasının onlara heç bir təsiri olmayacaq və biz gedib orada alış-veriş elədiyimizdə oradan biz cashbacklərimizi coin kimi alacağıq və yığılan coinlərdə dediyim kimi həm həmən dükanlarda istifadə edə bilərsiniz, həm də belə deyim, birjalarda satıb nağdlaşdıra bilərsiniz. Və indi siz təsəvvür edin ki, 10 min dükan hər ay cashback qaytarmaq üçün 50 dollarlıq birjadan girib Bitcoin Premium aldığında hər ay 500 min dollarlıq bir tələbat deməkdir bu kriptovalyutaya. Bu da bizim kriptovalyutamızı qiymətini galaktikaya uçurmağa kifayət edir ki, hər ay 500 min dollarlıq dükanlar var sayəsində buradan coin alındıqda, həm də geri qayıtmamaq şərti ilə alındıqda siz təsəvvür edin ki, biz nələr əldə edə bilərik bu coinimizi saxladığımızda. Hər birinizə təşəkkür edirəm videonu izlədiyinizə görə. Suallarınızı videonun altından yaza bilərsiniz. Videolarımızı paylaşmağı, rəy bildirməyi, bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Daha çox insanın Bitcoin şirkətindən xəbəri olsun deyə biz bu videoların çəkilişinə start vermişik. Sizin dəstəkləriniz sayəsində daha çox videolar paylaşmağa çalışacağım. Hər biriniz dəyərlisiniz. Təşəkkür edirəm vaxtınızı ayırdığınıza görə.